Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərim. Bugün asan və tez hazırlanan yumşaq, çox ləzzətli şokoladlı bulka hazırlayırıq. Deməli, ilk öncə qaba 2 stəkan ilıq süd, 1 stəkan şəkər tozu, 2 paket şəkərli vanilin və 10 qram quru maya əlavə edib qarışdırırıq. Daha sonra üzərinə 150 qram əridilmiş kərə yağı və 1 ədəd də yumurta əlavə edib yenidən qarışdırırıq. Alınan qarışımın üzərinə 6 stəkan yarım un əlavə edirik. Onun miqdarı yumurtanın həcmindən və unun keyfiyyətindən asılı olaraq artıb və ya azala bilər. Yəni unu az-az əlavə etmək lazımdır. Onu da qeyd edim ki, xəmiri yaxşı yoğurmaq lazımdır ki, xəmirdən daha sonra mayanın qoxusu gəlməsin. Daha sonra xəmiri dinlənməsi üçün 1 saat yarımlıq gözlədirik. Nəticədə 2 qat qabarmış xəmir əldə olunur. Daha sonra xəmiri bərabər kündələrə ayırıb biraz da gözlədirik. Məndə bu qədər xəmirdən 22 ədəd kündə alındı. Daha sonra kündələri oxlovla yayıb bir hissəsinə kəsiklər atıb şokoladı arasına çəkib bükürük. Üzəri üçün isə 1 ədəd yumurtanın sarısı, biraz sarı kök və biraz da süd əlavə edib qarışdırıb bir-bir bulkaların üzərinə çəkirik. Əvvəlcədən isidilmiş sobaya bulkaları göndəririk. Hardasa 10-15 dəqiqə ərzində bulkalar artıq bişmiş olur. İnanın ki, nəticədə çox gözəl, yumşaq bulkalar alınır. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub rəy yazmağı unutmayın. Sağ olun.